Salam millət, hər vaxtınız xeyir. Bu günləri bir başqa bir gündür. Deməli, bu günləri Azərbaycana bir dənə də Tayper gəldi. O da bir dənədir. FL5. Demək, gətirib onu Urmuz qardaşımız. Urmuz qağam. Salam aleykum. Xoş gördük. Xoş gördük. Urmuz qardaşla biz çoxdan tanışıq əslində. Düzdür, o tanışlıq verəndə mən biraz donub qalmışdım. Biz belə deyək də, velosiped vaxtlarına. O neçənci il olardı Urmuz? Oyda bir 10 ilin söhbətidir. 10 il? Ha. Dağ velosiped yarışı idi. Orada elə bir mən getmişdim, mənim arxamda da Urmuz idi. O təsadüfən oldu. Gör həyata bax ki, ikimiz də bu günləri Hondaya gəlmişik. Yəni qismət, əlbəttə ki, Urmuz qağam, həqiqətən də şad olduq ki, Azərbaycanda belə maşınları bilən var, dəyər verən var və gətirən var. Həqiqətən də bu fərqli bir şeydir. Xeyirli olsun. Sağ ol, çox sağ ol. İndi burada sadəcə ilkin olaraq çəkirik, amma inşallah xırda işləri var. Görülsün, incələməsi gələcək. Bilirəm, indi vurğulayasınız ki, sən öz maşını incələməsini çəkmədin, amma yığılıb da 3 dənə artıq maşın var, içində çəkəcəyik. Gəlin xırdaca olaraq sizə bir dənə maşını göstərim. Baxın, ondan sonra da inşallah davam edərik. Deməli, millət, bu mənim maşınım. Gəlin sizə göstərim FL5. Bu da Azərbaycanda ilk və tək Honda Civic FL5 Tayper. Gözəl, bir sözlə əla. Yəni arzusunda olanlara qismət olsun. FK8 idi. Gördük, otluq sürdük. FL5'dir. Sağ olsun Urmuz qardaş burada mənə etibar elədi, güvəndi. Mən dala qabağa vermişəm. Çox gözəldir. Salonu təmiz, səliqəli. Belə yanından göstərim sizə. İndi burada darısqalıqdır tam. Elə-belə xırda göstərirəm də sizə. Yəni ki artıq bilin ki Azərbaycanda bu var. Salonu da yüngül sizə göstərim qısa bir video kimi. Sonra inşallah bunun incələməsi gələcək. Salondan təzə iyi gəlir. Maşının kilometrajı nə qədərdir? 4000 mil. Yəni super bir şeydir. Maşın elə salon iyisi içərdədir. Belə. Qısaca olaraq sizə göstərim, çox göstərməyim ki, incələməsi gələndə maraqla baxasınız. Urmuz qağam, bir daha xeyirli olsun, şad olduq. Çox sağ ol. JDM-çilərin sayı artır, bu sevindirici haldır. İnşallah treklərdə gözəl sürüşlər bir yerdə. İzləmədə qalın, qəşəng, maraqlı videolar gələcək inşallah. Hələlik.